bütün uyruğunu qəlbə qoymağına düzəlməz də, Tala demişsən. Bu hakimiyyət it quyruğu kimi şeydir, bunu dibindən kəsib atmaq lazımdır. Sadəcə olaraq Azərbaycan xalqının bu laqeydliyi, bu dəqiqə bizə cəmsi 1120 adam baxır, halbuki 50-60 adam baxmadı canlı olaraq. Çünki millətin dərdi deyilir bu kanallarda. Çıxış yolları göstərilir bu kanallarda. Millət hər azad olmaq istəyirsə, gərək paylaşa, bəyənə, dostu tanışamını cəlb eləyək ki, biz əlini verib xilas ola bilək. Başqa yolumuz yoxdur. Bu gediş çox təhlükəli bir gedişdir. Mən istəyirəm, xalq bunu bilsin. Xalq bunu görsün. Ona görə bugünkü verişində başlığım elə qoymuşam ki, sən də bunu görürsən, yoxsa korsan? Müqabiliyyəti itirmirsən. Nə vaxt görəcəksən, biz daha nələr eləməliyik ki, sən görəsən ki, ölkədə vəziyyət necədir? Qurban bəy, bir bağışlayın, üzr istəyən bir kəlmə söz deyin sizə. Təsəvvür edin ki, müəyyən tədbirlər olanda burada baxıram ki, blokun ağzında polislər dayanıbdır. Polislər məni tuturlar, aparırlar. Balkondan baxıram ki, millət baxıb gülür. Gülüşürlər. Deyirlər, bu ağsaqqalın başı xarab olubdur. Belə də var da, söhbət bundan gedir. Bax, dərd burasıdır. Bunun səbəbi, Ömər müəllim, sizcə nədədir axı? Xalq da bu vəziyyətdədir ki. Vallahi, nə deyim, siz məndən ağıllı adamsınız. Siz məndən yaxşı bilərsiniz. Mən sizə bir şey deyim. Xalqın kənardan durub baxan hissəsi, laqeyd hissəsi bütün xalqlarda belədir. 85%'dir ən azı. Dünyanın bütün xalqları Allah tərəfindən yaradılıb və Allah tərəfindən qoyulan qaydalarla idarə olunur. Alimlər və sosiologlar sübut edirlər ki, istənilən bir millətin 3 minimum, maksimum 20%'i əgər fəallıq eləyib küçəyə çıxarsa, ölkədə vəziyyət dəyişər və o laqeyd 85% var ha, seyirci mövqeyində qalan, onlar da qoşulacaq həmin o 3-15-20%'e. 20-15% çox yüksək deyək də səviyyədir. Hansı xalqda passioner adamlar, o Qumulyovun dediyi kimi 15-20% ise o da dünya qalıq eləyirlər. İnkişaf edilmiş millətlərin sırasındadırlar. Onların ölkələrində bizdəki kimi özbaşlanıqlar olmur. Amma ümumən rejimləri dəyişdirmək, situasiyanı, vəziyyəti dəyişdirmək üçün 3-5% kifayətdir. Bizdə də 10 milyon deyirlər əhali var. Onun 5 milyondan yuxarısı ölkədən kənardadır. Qalır Azərbaycanda 5 milyon. Biz hətta 10 milyondan götürsək belə bir 300-350 bin, 400 bin adam olmalıdır ki, əldə verək çıxaq küçəyə. Bakı şəhərinin tək özündə bu 350-400 bini bax bir ara gətirmək problem deyil. Heç problem deyil. Çünki kifayətlər əhali bilirsiniz ki, rayonlarda yaşamağa şərait yoxdur. Yaşamağa da qoymurlar. Millət axşar işlərince, törətlərince Bakıya. Yəni Bakıda 300-400 bin adam əldə verib küçəyə çıxsa, bu hakimiyyəti həmin gün hamısının qulağından tutub it kimi həbs edib qoyacaq içəriyə. Bunların qaçmağa imkanları və yerləri olmayacaq. Bu istiqamətdə əziz vətənlər işləmək lazımdır. Biz yeri gəldikcə deyəcəyik, nələr eləmək lazımdır, nə iş görmək lazımdır. Çox təəssüf ki, biz müxalif qüvvələr əldə qarma bir çox müxalif əslərin hesabına bu xalqın inamını sarsıtmışıq, ümidlərini üzmüşük deyə xalq sanki küsüb bizdən çəkilib kənara müşahidə eləyir. Hələ də müşahidə eləyir ki, görmələr. Bu kəndirbazların, bu oyunbazların, bu klonların axırı hara gelirlər? Bunlar nə kimdirlər, bunlar nə istəyirlər? Ömər bəy, insanların... Biz başlayın, klon elə biz oluruq onda, klon kim olur? Xalq kənardan baxanda, bəli, bizim hamımızı... Deməli, bizi klon. Bəli, bir hissəsi baxır, bizə klon kimi baxır, bəzi satqın kimi baxır. Çünki bu 30 ildə bu xalqı o qədər allatmışıq ki, müxalifət olaraq, Ənvər müəllim. Xalq gəlib çağırışa, çıxıb mitinqə, gedib Göybay, getdilər mandat al verirlər, 5 dənə mandat al, getdi oturdu.
hərdən bir dənə oradan belə bir nitq iradə elədi, döndü oldu əsl müxalifətçi. Gözlədi, gördü, yox, heç bir fərq dəyişik yoxdur həyatında. Heç bir şey dəyişiklik yoxdur. Sadəcə dəyişən odur ki, adamın biri dünənlər barbar bağırırdı, söyürdü, nə edirdi. Bugün olub mandat alıb o deputat. Hətta bu rejimin adından gedir Avropa parlamentinə. Güya müxalifət var. Bu da müxalifətin liderlərindən biridir. Gedir Avropa parlamentinə. Xalq bütün bunları görür axı. Xalq müdrişdir, kifayət qədər müdrişdir xalqımız. Ona görə bu 30 ildə aldadıldıqdan sonra indi hələ də suyun şırıltısına qulaq asır. Ona görə bəzən bizi nə bilim klon kimi görür və oyunbaz kimi görür, kəndirbaz kimi görür. Hərəmizə bir cür baxırlar. Ona bir çalışmalıyıq, işləməliyik, gecə gündüz əlləşməliyik ki, xalqımızı inandıraq. Əvvəla vəziyyətin dəhşətinə ki, bu vəziyyət davam etsə, əgər belə qalsa, onun sonu olmayacaqdır. İnsan olaraq, fərd olaraq, xalq olaraq onun sonu çox faciəli görsənir. Onu inandıraq ki, bu vəziyyət dəyişdirmə mümkündür, realdır, buna güc var və biz onu etmək qüdrətindəyik. Və biz buna qadirik, qalibik, qabilik, eləyə bilərik. Məsələ bundadır. Biz bunu xalqa inanıram ki, Ənvər müəllim aşılayandan sonra, inandırandan sonra xalq bir nəfər kimi qalxacaq ayağa inşallah bizlərin çağırışı ilə